Ötən ay nə ilə yadda qaldı? Ayın önə çıxanları nələr oldu? Sentyabr ayı dünya iqtisadiyyatı üçün olduqca vacib olan açıqlamaların və qərarların verildiyi mühüm bir dövr idi. Amerika Federal Ehtiyatlar Sistemi uzun müddətdən sonra ilk dəfə faiz dərəcələrini endirdi. İngiltərə Mərkəzi Bankı isə yüksək inflyasiya təzyiqlərinə baxmayaraq cari faiz dərəcələrini qoruyub saxladı. Avrozonada və İngiltərədə açıqlanan inflyasiya göstəriciləri isə qiymət artımlarının hələ də mərkəzi bankların hədəf səviyyəsindən yuxarıda olduğu gerçəyini ortaya qoydu. Bütün bu proseslər fonunda investorların bütün diqqəti valyuta bazarlarında, fon birjalarında, xüsusilə də qızıl qiymətlərindəki dalğalanmalara yönəlmişdir. Amerika Federal Ehtiyatlar Sisteminin 16-17 sentyabr tarixlərində keçirilən toplantısında uçot faiz dərəcələri 0,25% endirilərək 4,25% aralığına salındı. Bu qərar investorlar tərəfindən gözlənilən olsa da, Mərkəzi Bank sədri Jerome Powell'un verdiyi açıqlamalar xüsusilə önəmli idi. Sədr Jerome Powell Amerika iqtisadiyyatında zəifləmə əlamətləri olduğunu vurğuladı və əlavə faiz endirimləri üçün yeni makroiqtisadi göstəricilərə ehtiyac olduğunu qeyd etdi. Faiz qərarından sonra dollar ilkin olaraq dünya birjalarında zəifləsə də, daha sonra sədrin açıqlamaları fonunda dollar dünya birjalarında yenidən möhkəmlənməyə başladı. ABŞ Federal Ehtiyatlar Sisteminin yumuşaq monetar siyasət qərarları fonundan dəstək alaraq qızıl sentyabr ayı ərzində tarixi maksimumlarını yeniləyərək $3800 kimi bağlaşdı. Siz də dünya maliyyə bazarlarında analiz vərdişlərinizi inkişaf etdirmək istəyirsinizsə, buyurun bizim kurslara yazılın.